Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibinel tahirinel masuminel mükerremin. Siyyumel huccah bakiyetullah fil aradin. Ruhi ve arvahul alemin li turabi maqdamihil fida ve la'natullah ala a'daihim ecma'in. Minel ana ila qiyam yevmiddin. A'udhu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri. Vahlul uqdeten min lisani yefqahu qavli. Rahat yaşayış, aram yaşamaq haqqında danışırdıq. Biz necə aram, rahat yaşaya bilərik? Problemlərimizin azaldılmasının yolu nədir? Və yaxud həyatda mövcud olan problemlərlə necə aram, rahat yaşaya bilərik? Aram yaşayış çox önəmlidir, rahat yaşayış çox önəmlidir. Çünki bu fürsət verir, insan düşünə bilsin, insan həyatdan ləzzət ala bilsin, rahat ibadət eləyə bilsin. Bu barədə danışırıq. Keçmişdə çox demişik, bugün də təkrar edirəm ki, dinin əsas işlərindən biri insan həyatını rahatlaşdırmaqdır. İnsana rahat, hüzürlü bir yaşayış bəxş eləməkdir. Rahatçılıq, rahat həyat, aram həyat bu dinin əsas qayəsidir. Bizim həyatdakı sıxıntılarımızın mənşəyi dindən uzaq olmağımızdır. Bir gün bəşəriyyət bu nəticəyə gələcək, gec ya tez ki, həyatdakı sıxıntıların mənşəyi dindən uzaq olmağımızdır. Biz dindən uzaq olduğumuz qədər narahatıq, naaramıq. İnsanlar keyfiyyətli, rahat, aram yaşamaq üçün dinə üst tutmalıdırlar. Dinin nəhayət ki, praktiki əhəmiyyəti məlum olmalıdır. Təcrübə elmlər, digər elmlər nə qədər praktikidirsə, din də ondan az praktiki deyil. Din ən azından belə olmalıdır. Bu şəkildə qəbul edilməlidir. Din öz funksiyasını bu şəkildə icra etməlidir. Dinin əsas işi həyatın keyfiyyətini artırmaq, insana rahat, xoş həyat, yaşayış bəxş etməkdir. Hələ ki, din bu işini görə bilmir. Hələ ki, din ümumiyyətlə bu şəkildə qavranılmır, bu şəkildə başa düşülmür. Din təkcə insanların əqidəsinə və ibadətinə təsir etməməlidir. Din əqidə deyil təkcə. Din təkcə bir sıra ibadətlərin yerinə yetirilməsi deyil. Din təkcə buna görə məsuliyyət daşımır. Din bizim həyatımızı öz öhdəsinə götürməlidir. Din bizim həyatımıza görə məsuliyyət daşıyır. Həyatımızın hər anına görə məsuliyyət daşıyır. Dinin əsas işi bizim fərdi və ictimai həyatımıza aramlıq bəxş eləmək, rahatlıq verməkdir. Dinə bu şəkildə yanaşmalıyıq. Din sayəsində uğurlu, nizamlı, aram, rahat yaşayışa sahib ola bilərik. Bunu həm təbliğ etməli, həm göstərməliyik. Dinin belə bir potensialı var və bu potensial istifadə olunmamış qalır. Deməli, bizdə olan din deyil. Bizdə olan dinin bir hissəsidir. Bizdə olan din deyil. Din olsa, din sayəsində həyat keyfiyyətində köklü bir dəyişiklik olar. Dinin işlərindən biri budur.
Missiyası bundan ibarətdir. Və bir adam dindən uzaqdır, təkcə o mənada yox ki, ibadət eləmir, namaz qılmır, oruç tutmur, hicabdan uzaqdır. Dindən uzaqlıq həm də keyfiyyətli, aram, rahat yaşayışa sahib olmamaqdır. Dindarlığın təsirini burada da axtarmalıyıq. Dindarlıq təkcə ibadətlərə təsir etməməlidir. Dindarlıq həyat keyfiyyəti ilə müqayisə olunmalıdır və dindarlığın səviyyəsi bununla ölçülməlidir ki, həyat keyfiyyəti yuxarıdırsa dindarın o dindardır, onun imanı güclüdür. Həyat keyfiyyəti aşağıdırsa onun imanı zəifdir. İmanın dərəcəsini ölçmək lazımdırsa burada ölçmək lazımdır. Namazın görüntüsündə, orucun tutulmasında, Quran oxunmasında yox təkcə. Dinin, imanın keyfiyyəti, səviyyəsi həyatdakı təzahüründən asılıdır. Həyatda özünü göstərməyindən asılıdır. Bir insanın rahat, gözəl, aram yaşayışı yoxdursa, onun imansızlığının əlamətidir. Baxma namaz qılmağına, baxma ibadət eləməyinə. İmansızlıq əlamətini biz burada axtarmırıq adətən. Biz adam məsələn oruç tutandısa, namaz qılandısa, Quran oxuyandısa, deyirik bu imanlı adamdır, amma bunun filan nöqsanları da var. Məsələn, həyatda filan səhvləri də var. Bu səhvləri nə üçünsə imanla əlaqələndirmirik. Bunların ikisini bir-birindən ayırdığımız gündən biz dindən düzgün bəhrələnə bilmirik. Ən böyük çətinlik, dərd bundadır ki, biz bu iki şeyi bir-birindən ayırmışıq. Dini, imanı ibadətlərdə axtarırıq. Ən çoxu günahları tərk eləməkdə axtarırıq. Amma baxmırıq, adam həyatını necə yaşayır, nə qədər aramdır, nə qədər xoş keçir həyat onun üçün. Bu, iman göstəricisi sayılmalıdır ilk növbədə, birinci dərəcədə. Çünki Quranda bir çox ayələr var ki, küfrü etiqadla bağlamır. Küfrü həyat tərzi ilə bağlayır. Məsələn, həyatında insanın nöqsanlarından danışır, sonra deyir, kafirlər belədir. Hərçənd ki, baxırsan, görürsən ki, məsələn, keçən dəfə dedik Yasin surəsində. Deyir, Qaləl-ləzinə kəfəru ən-nut'imu mən ləv yəşəullahu ət'amə. Doğrudan da diqqət olunmalı ayədir. Deyir ki, onlara deyildiyi zaman ki, fəqirlərə kömək edin. Kafirlər deyər ki, Allah istədiyini özü ruzu verər. Kafir hara, Allah hara. Kafirlər deyər ki, Allah özü istədiyinə ruzu verər. Bu, Allaha etiqad eləyə kafirdir deməli. Deməli, insan küfrünün meyarı təkcə etiqadı deyil. İnsan ola bilər desin Allah qəbul eləsin, amma kafir olsun. Çünki həyatı keyfiyyətsizdir. Həyatı düzgün yaşamır. Yoxsa ki, deyir, Qaləl-ləzinə kəfəru. Kafirlər dedilər, ən-nut'imu mən ləv yəşəullah ət'amə. Allah istədiyinə ruzu verər. Deməli, kafir olmaq olar Allaha inana. Allahı qəbul eləyə. Və insan nə qədər kafirdir, nə qədər mömindir, bunun təkcə etiqadı ilə bağlı məsələ deyil, təkcə ibadəti ilə bağlı məsələ deyil. Onun həyat tərzi ilə bağlı məsələdir. Onun necə yaşaması ilə bağlı məsələdir. İnsanın həyatı rahat, gözəl, aram cəryan eləmirsə, bu imansızlıq əlamətidir. Din sayəsində həyat bir maraqlı, əyləncəli bir prosesə çevrilə bilər və çevrilməlidir. Uşaq necə oynayır görsən, heç nəyin dərdini çəkmir. Həyatı Allah oyun adlandırır. Oyunda əsas məsələ nədir? Çox şey ciddiyə almırsan. Və aramsan, rahatsan, arxayınsan. Həyat belə olmalıdır. Din həyatın belə bir modelini təqdim edir. Biz bilirsiniz, nə eləmək istəyirik? Biz bunu eləmək istəyirik, alınmır bu bizdə, ona görə həyatımız dalana dirənir. Biz belə eləmək istəyirik ki, istəyirik Allahı işlərimizdən kənarlaşdıraq, Allahı bloklayaq, o qədər elmi ilə, qüdrəti ilə Allahın deyirik ki, sən bizim həyatımıza qarışma. Əslində bunu dildə demirik, bizim həyat tərzimiz bunu deyir. Biz, Allah nə eləmək istəyirsə bizim həyatımızda, biz deyirik ki, sən qarışma, qoy özüm eləyəcəm. Özümüzdə xarab eləyirik. Bizim həyat şuarımız budur ki, Allahı sıxışdırıb həyatdan çıxartmaq istəyirik.
Sən qarışma, biz özümüz öz işimizi biləcəyik. Dildə bunu deməsəydi, bizim həyatımız, yanaşmamız budur həyata. Nə elmimiz çatır yaşamağa, nə gücümüz çatır yaşamağa, nə bacarırıq yaşamağı. Allaha da imkan vermirik ki, həyatımızı tənzimləsin. İmkan vermirik. Ona görə yox ki, onun qüdrəti çatmır. O da azadlıq verib də bizə. Biz Allaha deyirik ki, özüm eləyəcəm, sən qarışma. Sən qarışma və özümüzü də xarab eləyə gedirik. Neynəsin Allah bizimlə? Gəldik, çıxdıq keçən dəfə bu mövzuya ki, mömin insanın, bax bu çox incə məsələlər var burada. İstəyirəm ki, mənə çox diqqət eləyəsiniz, bunlar lazımlıdır, vallahi, həqiqətən lazımlıdır. Həmişə biz əxlaqi, mənəvi mövzuları həyatdan qopuq, ayrı şəkildə bir mənəvi kateqoriyalar kimi təqdim eləmişik. Və bu çox yanlışdır, əsas yanlışımız bizim budur. Və din nəticədə praktik əhəmiyyətini itirir. O qədər daşlaşmış, oturuşmuş məfhumlar var bizim beynimizdə ki, onu dağıtmaq çətin olur. Ona görə də bu söhbətlərə uzun illərdir biz müraciət edirik. Hər mövzuda bu şəkildə istəyirik yanaşaq ki, bu fikir alt-üst olsun, darmadağın olsun. Bu fikir darmadağın olmayana qədər, nə vaxta qədər mənəvi kateqoriyalar həyatdan ayrıdır, o vaxta qədər dindən söhbət gedə bilməz. Dinin inkişafından söhbət gedə bilməz. Keçən dəfə dedik ki, mömin insanın ən mühüm xüsusiyyəti təvəkküldür. Təvəkkül həyatı səhmana salır. Təvəkkül aram və rahat eləyir insanı. Hər baxımdan. Sırf psixoloji baxımdan yox, Allaha sığın ki, psixoloji baxımdan aram olasan. Bu deyil məsələ. Təvəkkül psixoloji aramlıq vermir, təvəkkül həyatı səhmana salır. Həyatı səhmana salır. Həyat təvəkkül xüsusiyyəti ilə səhmana düşür. Nəinki bizim həyata yanaşmamız təkcə dəyişir. Bəli, həm həyata yanaşmamız dəyişir, həm də hadisələr fərqli başlayır cərəyan eləməyə. Və buna etiqad bəsləmək lazımdır. Mən sadə misallarla həmişə kimi söhbətimi davam etdirim. Məsələn, bir nəfərə işin düşüb, zəng gelirsən ona. Zəng gelirsən, telefonu götürüb zəng gelirsən. İşin problemə düşüb. Allah deyir ki, mənə təvəkkül elə, ona zəng elə, iki nəticə olacaq. İki cür nəticə ola bilər. İki variant var. Məsləhətin bundadırsa, o həll eləyəcək sənin məsələni. Sən təvəkkül eləsən, götürüb ona zəng eləsən, məsləhətin də bundadır ki, işin onun əli ilə həll olsun, o telefonu götürəcək və ürəyinə düşəcək ki, sənə kömək eləsin və sənə kömək eləyəcək. Yardım eləyəcək. Amma bir iş sənin məsləhətinədir və sən hansısa vasitəyə müraciət edirsən, amma Allaha təvəkkül eləmirsənsə, nəticəyə təsir göstərəcək, o iş alınmayacaq. Bu qədər təvəkkül önəmlidir. Təvəkkül təkcə hal deyil ki, bizim psixoloji vəziyyətimiz belə olsun ki, biz narahat yaşamayaq. Xeyr. Əgər məsləhət işin həll olunmağındaydısə, sən təvəkküllə, Allaha sığınmaqla o adama müraciət eləsən, o nəticə hasıl olacaq. Yoxsa yox. Amma birdən bu iş məsləhət deyilsə, sən yenə Allaha təvəkkül edib o adama zəng elirsən, o da sənə yox deyirsə, onda da sən rahatsan, deyirsən ki, məsləhət deyilmiş. Vəssalam, dərd çəkmirsən. Hardan bildin məsləhət deyil? Mən Allaha təvəkkül eləmişdim. Allah ona təvəkkül eləyənin işini xarab eləməz. Görürsünüz, nə qədər rahat yaşayışdır bu. Nə qədər rahat yaşayışdır. Bir kəlmə, mənə məsləhət deyildi. Məsləhət deyildi, özümü öldürməyəcəm ki. Biz nə qədər streslərə düşürük, işim alınmadı, alınmadı. Əgər Allahla sığınıb eləmisənsə, amma ola bilər ki, iş alınmasın, məsləhətvə də olsun, ona görə alınmasın ki, sən Allaha sığınmamışdın. Təvəkkül belə önəmi var. Biri üçün elçi gedir, məsələn, təvəkkül edib Allaha gedir. Ya bununla evlənməsi məsləhətdir, ya yox. Əgər məsləhət idi, təvəkkül eləmədin, alınmayacaq. Alınsa da 100 dənə problem ortaya çıxacaq. Təvəkkül adamların fikrini dəyişir qarşı tərəfi. Sən içində deyirsən, ay Allah, mən sənə sığındım, gedirsən filan kəsin qapısına,
Sənin bu təvəkkül halın onun fikrinə təsir göstərir, o sənə hə cavabı verir. Bilirsiniz, təvəkkülün bu qədər gücü var. Biz hələ bu qaydaları kəşf eləməmişik. Bu bir qaydadır, başa düşürsünüz. Bu möcüzə deyil, möcüzə deyil bu. Bu bir qaydadır. Yavaş-yavaş indi ona gəlib çıxırlar ki, insanların bir-birinə münasibəti, işə münasibəti, onun işinin bu və ya digər şəkildə cərəyan eləməsinə təsir göstərir. Bunu artıq praktik olaraq gəlib bu nəticəyə çıxırlar. Təvəkkül bu belə bir qaydadır. Təvəkkül eləyərsən 5 aya düzələcək iş bir günə düzələ bilər. Bu bir qaydadır. İşə namazının təqibatı var. Kim istəsə onu oxusun. Namazların təqibatları var da. Mən köhnə adamlar bilir, təzələr deyəsən bu şeylərə çox fikir vermir. Əvvəl təqibat oxunardı. Hətta kitabçalar vardı. Bilməm indi var ya yox, namazların təqibatı. Yəni namazdan sonra hər namazın təqibatı var. İşə namazının təqibatı haqqında deyir ki, 2 ölkə arasında ticarət eləməkdən, belə deyək də, 2 ölkə arasında ticarət eləməyin dövriyyəsi nə qədərdir? Məsələn, bir adamın da bir insan, məsələn, bu ölkədən başqa bir ölkə ilə ticarət eləyir. Deyir, o ticarətdən ruzu qazanmaqda işə namazının təqibatının təsiri çoxdur. Yəni, sən bu işlə məşğul olsaydın, necə qazanardınsa, onu eləmədən bu təqibatın təsiri var, təfəkkürlə oxumağın. O təqibatda belə bir cümlə var. Deyir ki, لا تعنني بطلب ما لم يقدر لي فيه رزقا. Deyir ki, ilahi, mənim ruzumu qərar vermədiyim bir yolda məni zəhmət çəkməkdən uzaq elə. Yəni, bir iş ki, mənim ruzum orada deyil, elə ki, mən o işlə məşğul olmayayım. O belə ola bilir. Əvvəlcədən ona təvəkkül edib yaşayırsan, qoymur sənin enerjin boş yerə sərf olunsun. O yer ki, mənim ruzum deyil o yolda sərf olunmaqdan məni saxla. Zəhmətə salma məni o yolda. Biz o qədər hədər işlərlə həyatda məşğul oluruq ki, müxtəlif vasitələrə sığınaraq. Təvəkkül bizə kömək edir ki, həyat gedişatı dəyişsin. Başa düşürsünüz? Biz elə bilir ki, təvəkkül budur ki, sən aram olursan, nəticədən yox. Təvəkkülün hadisələri sənin xeyrinə dəyişmək gücü var. Bunu belə bir qayda kimi mənimsəmək lazımdır, təvəkkülü. Təvəkkül sənin içində olan bir haldır, sən ona sığınırsan və hadisələrin gedişatı başqa müstəviyə keçir, sənin bu yanaşmağa görə. Bu hadisələr başlayır başqa şəkildə cərəyan eləməyə. Həyatını dəyişir, təkcə yanaşmağı yox, daxili vəziyyəti yox. Amma təvəkkül eləsək, imtihana da gərək hazır olaq. Necə? Allah neyinir? Bax, belə eləyir. Zahirən biz tam ağıllı, hesab kitabından bir iş görürük. Təvəkküllə. Allah gəlir, biri-birinə vurur bizim planımızı. Niyə görə? Niyə görə? Ona görə ki, görsün ki, sənin halın dəyişir ya yox, təvəkkülün hansı səviyyədədir. Deyir ki, mənim bəndəm, sən zahirən düz bilirdin. Amma təvəkkülün mənədirsə, imkan ver, mən xarab eləyim, öz istədiyim kimi düzəldim. Sənin zahiri hesab kitabın düz idi. Sən dəqiq bilmirsən ki, sən mənə təvəkkül elə, hesab kitabla iş gör, mən görsəm ki, yox, mənim öz metodum var da Allah deyir. Mənim öz idarəçilik metodum var. Mən sənin işi bir-birinə vurub, özüm istədiyim kimi düzəldəcəm axırda, narahat olma. Sən bir qədər bu prosesdə səbirli ol sadəcə. Qanun qaralmasın. Mən başqa keyfiyyətdə bu işi eləyəcəm və axırda sən öz mənfəətinə çatacaqsan. Sən xeyrivə çatacaqsan. Sən öz xeyrivə çatacaqsan. Biz deyir, yox, niyə mən bu qədər zəhmət çəkmişdim, filan, filan. Əslində, Allahla dava eləyirik. Allahla bu şəkildə bizim davalarımız olur. Biz gündə neçə dəfə Allahla dava eləyirik. Üzə gətirmirik, ayıbda Allahla necə, amma faktiki mahiyyət budur bizim, yanaşmalarımız budur ki, biz dava eləyirik Allahla. Allah deyir, mənə təvəkkül eləməmişdin, aram oldu, mənlidir də məsələ. İş mənlidir də, mənlidir. Biraz indi pozulub 5 dəqiqə, darıxmadan aram ol. Təvəkkül elədinsə, hesab kitabı zidd də olsa hadisələr, aram ol. Qoy Allah idarə eləsin. Allah deyir, mənə tapşırdı, mənim öz yolum var. Öz tənzimləmə yolum var. Nigaran olma. Yərzukhu min haythu la yahtasib.
Deyir ki, mən güman etmədiyiniz. Yəni, güman etmədiyiniz necə? Sizin hesablamadığınız yolla, başqa hesab kitabla sizə yetirərəm. Və təqva, din adamın həyatını aram eləyir. İctimai hadisələrdə də belədir. Peyğəmbər Məkkəni fəth eləyir. Əbu Süfyan deyir ki, Peyğəmbərə baxır, deyir ki, axı necə oldu bu belə oldu, sən gəldin Məkkəni, bax, sən əleyhivə idi hər şey. Hesablamaları ilə, onlar dəli adamlar deyildi. Elə bilir ki, Peyğəmbərin düşmənləri səfih adamlar, yox. Çox hiləgər, hesab kitab bilən, yaxşı siyasətçilər idi. Tarix boyda belə olub. Əhl-i Beytin qarşısında dayananları səfih, ağılsız adam saymayın. Yəni, ağıl o mənada yox, yəni hiləgər, zirəng idilər. Əbu Süfyan, baxıb, bilirsiniz, pragmatikdir də belə deyək. Baxır, deyir, bütün bu hesablamalarla belə olmamalıydı. Peyğəmbərə deyir ki, sən necə oldu axı belə? Deyir, əlində vurur çiyninə, deyir, siz bir şeyi başa düşmədiniz ki, işi idarə eləyən Allahdır. Bu da bir pragmatikliyin bir növüdür əslində. Bu real baxışın bir növüdür. Elə bilməyin ki, bu hansısa bir ideallara tapınmaq diyor, bu pragmatik bir yanaşmanın fərqli növüdür. Burada da uğur qazanmanın öz qaydaları var. Son dərəcədə hesab kitablandır. Bu müstəvidə də təvəkkül də belə bir pragmatik yanaşmadır məsələyə. Deyir ki, sən başa düşmədin ki, iş Allahın əlindədir. Yəni, mən də sənin düşündüyün o zirəklikdən daha zirəng hərəkət elədim. Daha ağıllı hərəkət elədim. Mən yəttəqillah, yəcəlləhu məxrəca. Kim təqvalı olsa, Allah ona çıxış yolu verər. Bu qaydadır, bu praktiki bir qaydadır. Bu qaydanın bir yoludur. Bu mənəvi qayda deyil, bu idarəçilik metodudur. Peyğəmbər bu şəkildə idarəli və uğur qazanır. Bir müdür təqvalı olsa, Quran deyir ki, təkcə cənnətə getməyəcək. Bir müdür təqvalı olsa, yaxşı idarə eləyəcək. Keyfiyyətli idarə eləyəcək və uğur əldə eləyəcək. Bəzən də olur, təqvalı müdürün işi alınmır. Bu, bəzi məqamlar var, onlar istisnalardır. Onun özünü imtihan eləmək üçün, ətrafdakiləri imtihan eləmək üçün. Qısa müddətli problemlər çıxır, uğursuzluqlar olur. O saat ilə qərbdə təqva var. Mən qərbi ümumiyyətlə uğurlu saymıram. Mənə bu sözü deməyin. Mən onları uğurlu saymıram. Onların qazandığı uğur deyil. Onların qazandığı yarımçıq uğurların arxasında xeyli uğursuzluqlar yatır. Onlar ona görə bir tərəfi düzəldir, bir tərəfi xarab olur. Mən onun ümumiyyətlə uğurlu inkişaf modeli hesab eləmirəm. Bir fərd olaraq mənim haqqımdır. Və əsaslandırmağa da hazıram. Onların uğuru yarımçıqdır, qısa müddətlidir və əslində yüzlərlə uğursuzluğa səbəb olan qısa müddətli uğurlardır. Onun böhrana düşdüyünü görəndə görəcəksiniz. Görəcəksiniz ki, bu sözlər nə qədər müdrikcəsinə deyilmiş sözlər idi. Onun get-gedə o həyat tərzinin, o modelin iflasa uğradığını görəndə görəcəksiniz. Heç vaxt mümkün deyil ki, səhv yolla düz nəticə əldə olunsun. Bəli, haradasa düz olublar, düz nəticə əldə ediblər. Amma o düzün arxasında 100 dənə də səhv olub ki, o səhvin də azı nəticələrini görəcəklər. Allah deyir, təqva və təvəkkül həyatı səhmana salır. Təvəkkül elə, Allah hadisələri dəyişsin, reallıqlar dəyişsin. Bu qanuna uyğunluqlardır. Bu möcüzələr deyil. Təqva insana təkcə psixoloji aramlıq vermir. Pragmatizm budur, pragmatik yaşamaq budur. Bir dənə bir söz deyim, bax, diqqət edin. Bu çox mühüm məsələdir, mühüm nöqtədir. Məsələn, mən bir səhv addım atıram. Bir səhv addım atıram. Bilirəm ki, səhvdir, qulaq asın. Bilirəm ki, səhvdir, amma deyirəm ki, mən pragmatik olmalıyam da. Mən bəli, onu yaxşı bağladır. Ağlımıza gəlmirsə. Bir səhv iş görürəm. Bilirəm ki, işim səhvdir, amma deyirəm ki, pragmatik yanaşsaq, mən gərək bu addım atım. Ne üçün? Çünki mən bu addımı atsam, mənə dəstək olacaqlar hamı. Mən bu addımı atmasam, hamı mənim əleyhim olacaq. Tək qalacam. Deyir, pragmatiklik nəyə tələb eləyir?
Hesab kitabla baxıram, bunu eləsəm mənim köməyim çox olacaq, bunu eləməsəm tək qalacam. Deyirəm ki, eləməliyəm və eləyirəm və hesab edirəm ki, düz elədim. Amma bu səhv addımdır. Allah deyir, səhv qayda ilə getdin sən. Səhv qayda ilə getdin. Sən qısa müddətli uğur qazanacaqsan, amma səhvlə nəticə olmayacaqsan, dalana gedib dirənəcəksən. Dalana dirənəcəksən. Həyatın qaydası belədir. Pragmatizm bu deyil ki, oturub zahiri hesablayasan, bütün səhvlərimizin nəticəsini o sıxıntılarda görəcək. Oturub mən hesablayıram, bir daha deyirəm. Mən bu addımı atsam, hamı mənə müxalif olacaq. Amma mən düz addımda atıram. Deyirəm ki, yox, pragmatik olsam, gərək bu addımı atmayım. Hamı dost olsun, mənə kömək eləsin. Kimlərinsə köməyini cəlb eləmək üçün mən səhv addım atıram, deyirəm, pragmatizm bunu tələb eləyirdi. Allah deyir, bu pragmatik addım deyildi. Bu səhv addım idi. Və səhvliklə də nəticə olmayacaq. Yenə deyirəm, bir müddət nəticədən sonra daha dərin bir böhrana düşəcəksən. Daha dərin bir böhrana düşəcəksən. Səhvlə inkişaf olmaz. Amma təvəkküldə qayda necədir? Təvəkküldə qayda belədir. Mən bilirəm, bunu eləsəm, məndən üst çevirəcəklər. Eləməsəm, hamı yanımda olacaq. Mən deyirəm ki, düzünü eləməliyəm, mən. Düzünü eləməliyəm. Allaha təvəkkül, düz addımı atıram, düz addımı atıram. Allaha təvəkküllə. İş mənim xeyrimə qutaracaq. Ən pragmatik adam mənəm. Ən düzgün hesablayan adam mənəm. Bu pragmatikliyin özüdür. Təvəkkül belə bir qaydadır. Nəticəyə təsir edir. Niyə biz təvəkkül eləmirik? Çünki ya vasitələrə çox fikir veririk, ya da özümüzə çox arxain oluruq. Çox söykənirik özümüzə. Allah deyir, ümumiyyətlə, öz fikrivə çox söykənməyə bilirsiniz. Otur, hesab kitabla əməl elə, Allaha tapşır, aram ol. Fikrivi daha yaxşı, faydalı şeylərə məşğul elə. Deyir, müharibən qızğın vaxtıdır, Peyğəmbərin fikri Allahın yanındadır. O demək deyil ki, hesablamayıb heç nə, yox. Döyüşün qaydasını, qanunu bilir, hesablayıb, amma hər şeyi öz hesablamasının üzərinə yükləməyib. Deyib, Allah var, məndən tələb olunan budur ki, düşünüm, hesablayayım, addım atım və salam qalanını Allaha tapşırım. Quran ayəsini deyim sizə, Allah Peyğəmbərə buyurur ki, bir iş görmək istəyəndə fikirləş, məsləhətləş. Və elə ki, qərar verdin, فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّٰهِ Qərar verdin, da Allaha təvəkkül elə, da narahat ol. Allaha təvəkkül elə, gedişi gör. Sən haqqın yoxdur, istirab çəkəsən. Sən istirab çəkməyə haqqın yoxdur. İstirab çəkirsənsə, deməli, sən təvəkkül eləmirsən. Hər şey sənin ağlın, düşüncən həll eləmir, valla. Ağıl, düşüncə bəhanədir sadəcə. Sənin inkişafın üçün lazımdır. Həll eləyən eləyir. Sən düşünürsən, hesablayırsan, çünki sən bunu etməlisən sadəcə. Amma hesab eləmə ki, sənin düşüncən hesabına nəticə olacaq. Bunu düşünsən, mütləq məğlub olacaqsan. Bu pragmatizm deyil. Bu pragmatizm deyil. Məsələn, çox şeyləri niyə görə Allah haramdır? Məsələn, qumar haramdır, niyə? Qumar istirab verir adama. Elə deyil. Qumar oynayan adam istirab içində olur. Biz qumar oynamırıq, amma qumar oynananlardan çox istirab çəkirik. Biz də bir cür qumarbazıq ya. İndi qoxuram, kəsərlər, deyərlər biz qumarbaz. Qumarbazın yanaşması ilə bizdə də var, amma bir dənə odur ki, onu oynamırıq. O nə üçün haram idi? Ki, sən istirab çəkməyəsən. Həmin istirabı biz dindarlar elə təvəkkülsüzlüyümüzün nəticəsində çəkirik. Qorxunun içində bütün günü yaşayırıq. Amma bir dənə odur ki, onu oynamırıq. Nəticə amma həmən şey olur. Niyə biz bəzən stresə adət eləmişik? Problemimiz olmayan da deyirik, Allah, belə olmaz, problem haqqında düzəldim, düşünüm ki, birdən belə olarsa, başlayırıq xəyali problemlər qurub onun dərdini çəkməyə. Çünki öyrəşdirmişik özümüzü bu cür həyat tərzinə. Bəzilərinin də problemi olmur, nə qədər vurnuxur problem tapmır, deyir, neyini olmur axı belə, nəyəsə dərdini çəkməliyəm. Deyir, oturum bir dənə seriala baxım, oradakiların dərdini çəkim. Sabah görəsən filan kəslə necə olacaq axırı. Başlayır o xəyali qəhrəmanların istirabı ilə yaşamağa. İstirab məşğuliyyətə və əyləncəyə çevrilib müasir dünyada. Bir nə desən ki, başqa şeylə əyləndi, deyəcək, nə ilə əylənim? Düz deyir, bilmir axı nə ilə əylənsin. İstirabla əylənirik biz. Çünki həyat tərzimiz kökündən səhvdir. Qərb belə bir model yaradıb ki, bir dəstə adam yaşayır, başqaları tamaşa edib, onların dərdini çəkir. Bir dəstə yaşayır, başqaları Allah həyatında tamaşa eləməklə məşğul.
Bunların dərdlərini çəkir, onlar üçün həyəcanlanır. Təvəkkül dediyi ən uca məqamdır, rizadan da üstündür. Riza təkcə çətin hadisələrdə olur da, deyir ki, məsələn, başına bir pis gəldisə, razı ol. Amma təvəkkül, hadisələr sənin xeyrivad olanda, ziyanıvad olanda Allahla olmaq deyə təvəkkül rizadan üstündür. Sənin bütün batini gözəlliyin təvəkküldə özünü göstərir. İmam Rıza Aleyhisselamdan soruşdular, təvəkkül nədir? Buyurdu ki, Allahdan başqa hissədən çəkinməməkdir təvəkkül. Bir adam Allahdan başqa hissədən çəkinməsə, nə qədər rahat yaşayır? Bilir ki, dünyanın sahibi var. Bizim potensialımız çox böyükdür, fikrimizi boş-boş şeylərə məşğul edir deyə potensialımız işlənməmiş qalır. Ona görə nə ibadətimiz keyfiyyətli olur. İstirablı adamın namazı namaz olmayacaq, duası dua olmayacaq. İstirablı adam heç namaza həvəsi olmayacaq. O qədər dərd fikir var ki, güclə vacibi qılıb qaçıb çıxıb gedəcək. Biz haqqımızdır bizim ləzzətlə yaşayaq bizə verilən ömrü. Nə ləzzət alır insan həyatdan? Əgər təvəkkül olmazsa. Biz yaranmamışıq istirab çəkmək üçün, biz ləzzət almaq üçün yaranmışıq. Və həyat bədbəxtlik deyil. Sadəcə elə bir həyat tərzi seç ki, ləzzət alasan hər saniyəsindən, özün xarab eləməyəsən həyatı. Problem var olsun. Qarşıda problemsiz həyat var axirətdə. Allah deyir ki, qısa müddət problemli həyatdan ləzzət al. Sonra problem gedəcək, ləzzət qalacaq, əbədi. Problemsiz ləzzət olacaq, o qarşıda var. Bir müddət sənin hansı məharətin yoxlanılır? Gəlin, belə yanaşaq məsələ. Dünyada bizim hansı məharətimiz yoxlanılır? Dünyada bizim bu məharətimiz yoxlanır ki, görün problemlərlə yanaşı, istirabsız və ləzzətli yaşaya biləcək ya yox. Və gəlin, belə yanaşaq. Yaradılış məqsədimizi belə qiymətləndirək. Bunu qarşıda problemsiz və ləzzətli həyat gözləyir. Problemsiz və ləzzətli. Cənnət odur. Nə problem var və eyni zamanda da heç bir narahatçılıq yox və ancaq ləzzət var. Problem yoxdur. Bir qısa müddət isə problem və sıxıntıların içində üzülməmək, istirab çəkməmək və ləzzətli həyat yaşamaq imtihanındayıq biz. Gəlin, bunun üzərində təmərküzləşək, fokuslanaq. Problemlərin içində şad olacaq ya yox, sual budur. Həyatın sualı budur. Bir dənə ayə oxuyun, bax, möminlər haqqındadır. Buyurur ki, ayəyə baxın, yerini yazmamışam, məşhur ayədir, bunu çox eşitmişsiniz. Əl-ləzinə qalə ləhumun nas, innən nas qəd cəmə'u ləkum fəxşəvhum. Gözəl ayədir bu. Deyir ki, onlara deyirlər ki, möminlərə, onlara deyirlər ki, cəmaat yığışıb, hamı yığışıb sizin əleyhünüzədir. Muhammed Ali, Muhammedə salavat deyək. Quran buyurur ki, onlara deyirlər ki, hamı əl-ələ verib sizin əleyhünüzə. Bütün dünya birləşib, sənin əleyhüvə. Fəxşəvhum, qorxun, vəziyyət pisdir. Hamı birləşib, hamı düşmənlər əl-ələ verib, sizə qarşıdır. Quran ayəsinin gözəlliyinə bax. Onlara deyirlər, bütün dünya birləşib sizin əleyhinizə, əl-ələ verib, qorxun onlardan. Bunlar nə deyər? Müharibə qırğın olacaq, dostun yox, hamı sənə düşməndir. Fəzadəhum imanən, nə tərs dindarlardır bunlar. Buyurur ki, imanları artar. Tərsliyin müsbət mənasında tərslidir, bu yaxşı tərslidir. Bunlara deyilir ki, hamı sizin əleyhinizə toplaşıb, silah sursat toplayıb, dünya sizin əleyhinizədir, siz tək qalmışsınız. Allah buyurur ki, fəzadəhum imanən, imanları artar. İmanları artar. Bunları təhdid elədikcə daha da güclü olurlar. Təhdid olunurlar. Deyərlər ki, lap yaxşı, qoy hamı bizə qarşı olsun. Biz təvəkkül edərik Allaha və qalu hasbunallah və ni'məl vəkil. Deyərlər ki, Allah bizə bəsdir. Allah bizə kifayətdir və o nə gözəl vəkildir. O nə gözəl vəkildir, nə gözəl qoruyandır. Nəticə. Görün, indi bu pragmatik yanaşma deyil, fanatizmdir. Biz deyirik ki, bunlar dəlidir, dünya hamısı sizə qarşı çıxır, birləşib. Siz aramsız deyirsiniz, Allah bizə kömək eləyər. Deyir, bunlar fanatdılar. Bu yanaşmaya fanat deyirik biz, fanatizm deyirik.
Amma Allah necə deyir? Deyir, bu yanaşmanın nəticəsi nə olur? Fəngələbu bi ni'mətin minallah və fəzlin. Deyir, bunlar döyüşə gedər və Allahın neməti ilə və fəzli ilə qayıdarlar döyüşdən. Ləm yəmsəshum su. Onlara heç bir pislik, zərər toxunmaz. Görürüz nəticəni? Pragmatik idi ya, yox. Ağıllı idi bəli. Bu da ağıllının nəhayət dərəcəsidir. Bunlara heç bir ziyan toxunmaz. Heç bir zərər toxunmaz. Mənəvi nəticəsi də budur ki, vəttəbə'u rizvanallah zəlikə zu fəzlin azim. Bu yandan da Allahın razılığını qazandılar axirət üçün. Və bu Allahın böyük bir fəzlidir. Allah böyük bir fəzl sahibidir. Deyir, bütün dünya sizin əleyhinizədir. Zahiri hesablamalar nədir? Sınmaq, bunun qabağında əyilmək və pragmatizmdə bu, qələbə qazanmaq. Amma Allah deyir, pragmatikliyin başqa növü var. Hamı sizin əleyhinizədir, sarsılmayın. Deyin, Allah bizləndir, qələbə sizlə olacaq. Bu da pragmatik yanaşmadır. Bu təvəkkülün nəticəsidir. Və siz belə-belə uğur qazana-qazana inkişaf eləyəcəksiniz. Tərsli eləyin. Sizi qorxudanda deyirlər ki, qorxun, hamı toplaşıb sizin əleyhinizə. Deyir, onların imanı artar. Onların imanı artar. Deyir, nə yaxşı hamı bizim əleyhimizədir. İndi görək biz Allaha sığına biləcəyik ya yox. Deyir, həyatda elə belə yaxşıdır da, hamı sənin əleyhivədir. Sən də başqa bir qüdrətə sığınırsan və gedirsən, hərəkət edirsən. Onda sən qələbə qazanırsan. Başqa bir ayə deyim, Peyğəmbərlərdən birinin dilindən deyim, sözümü bitirirəm vəssalam. Buyurur ki, İnni təvəkkəltu alallah Rabbi və Rabbikum. Deyir, mən təvəkkül elədim Allaha. O Allaha ki, mənim və sizin Rəbbinizdir, düşmənə deyir. Yəni, siz də onun əlindəsiz, elə bilməyin ki, sizin yaxovuzdan əl çəkəcək. Hər şey onun əlindədir, ona təvəkkül elədin. Mə min dabbətin illa huvə axizun binasiyyətiha. Bütün canlıların ixtiyarı onun əlindədir. İnnə Rəbbi alə sıratın müstəqim. Mənim Rəbbim doğru yoldadır, düzlərlədir, düz yolda olanlarlandır. Əsas sən düz olasan, ondan sonra hər şey sənin əleyhvə olsa da, düz ol, pragmatik qərar, səhv qərar vermək deyil. Hesabladım, gördüm ki, düzü bu idi, amma bunu eləsəm tək qalacam. Bunu eləsəm isə mənim 5-10 nəfər mənə dəstəkləyəcək. Mən pragmatik addım atım, səhv addım atım ki, məni 5-10 nəfər dəstəkləsin. Allah deyir, bu yolun axırı yoxdur. Səhvlə inkişaf olmaz, səhvlə tərəqqi olmaz. Səhvlə heç bir inkişaf mümkün deyil. Vəssalam, sözüm bu qədərdir və problemlərlə həyatı əyləncəli, ləzzətli, xoş yaşamağın yeganə yolu təvəkküldür. Allaha təvəkkül eləməkdir. Onda ən bariz nümunəsi Kərbəla idi. Kərbəlada bunu biz zirvəsində görürük. Zirvəsində görürük və get-gedə görürük və hələ görəcəyik. Bir gün biz, bilirsiniz, İmam Zaman zuhur eləyəndə hamı nə deyəcək? İmam Hüseynə deyəcək ki, sən nə qədər uzaq görən idin? Sən nə qədər pragmatik idin? Hamı deyirdi ki, sən səhv addım atırsan, səhv bu qədər təzyiqin qarşısında, hamı deyirdi, sən səhvsən, sən tək qalmısan. Amma gör, sən neynədin? Sən bir dənə strategiya cızdın, sən bir yol xətt cızdın ki, o xəttin axırı nəhayət qələbədir, dünyada haqqın bərqərar olunmasıdır. Sən gör, nə qədər uzaq görən adamsanmış. Bu, İmam Həsən Əsgər əleyhissalamın şəhadət günüdür. Dedim ki, o həzrətin də ruhunu yad eləyək. Onun adından bir hədis deməklə. Çox doğrudan da bir kitab var idi, mən də baxdım, nə qədər dəyərli sözləri var İmam Həsən Əsgər əleyhissalamın. İmkan olduqca istəyirəm onları bir fürsət olanda bir yerdə paylaşaq da, oradan da çox dəyərli sözləri idi. Elə fürsət oldu, xütbə hazırlayanda baxırdım hədislərinə. Çox qiymətli sözləri var. Onlardan birini seçdim, sadəcə uyğundur mövzumuza deyə. Amma daha əhatəli sözləri də vardı, daha geniş, sadəcə bunu uyğun bildim mövzuya. Buyurur ki, la yeşğəlükə rizqun məzmun an əməlin məfruz. Buyurur ki, Allah tərəfindən zəmanət edilmiş ruzi, bir şey ki, Allah zəmanət verib, səni vacib işləri icra eləməkdən saxlamasın. Bir cümlə. Deyir ki, bir şey ki, Allah zamindir, sən onu o qədər dərdin, fikrini çəkmə ki, fikrin o qədər istiraba düşmə ki ona görə, sən boynuna vacib işlər gəlir, sən diqqətindən kənarda qalsın. O qədər sən, o qədər aram ol, bu ruzidən rahat ol, ona zəmanət verən verib.
Rahat ol, oturub rahat olma, işdə, gücdənmə rahat ol, planını cız, deyən ki, sənlə də, sən zəmanət vermirsən. Çox da fikrimi məşğul eləmək, get, başqa işlərlə məşğul olsun, yoxsa sənin fikrin buna məşğul olduqda nə qədər vaciblər keçəcək ki, sən görməyəcəksən. Sənin boynuna gəlib, onu eləmək. Qiyamətdə deyəcəklər, niyə eləmədin? Deyəcək, mən onun hayında deyildim. Deyəcəklər, niyə ruzu dərini çəkir? Deyəcəklər, Allah zəmanət verməmişdi. Keçən dəfə demək, Ayətullah Behçət deyir ki, uşaq görmürsünüz, deyir, ay Allah, sabah nə yiyəcəm? Ne üçün? Çünki bir ata-anası var. Görmürsünüz, 3 yaşda uşaq, 4 yaşda uşaq sabahın ruzusunun dərdini çəksin, mümkün deyil. Deyir, bizim o uşağın ata-anasına inamı qədər Allah inamımız olsaydı, fəryad edir Quranda deyir, mənəm, Rəbbüzəm, hər şeyə qadirəm, sizi sevirəm, yenə də biz sakitləşmirik. Kim söz versin bizə ki, biz arxayın olaq? Allah söz verir, deyir, narahat olmayın da mənim əlimdədir hər şey. Biz rahat ola bilmirik. İmam Həsən Əsələm bunu deyir. Bir hədisdə var, deyir ki, sabahın ibadətini səndən istəyirəm. İndi oturmuşsan, deyir ki, sabahın sübh namazını qıl, istəmirəm. Sən də sabahın ruzusunun dərdini çəkmə. Niyə bunlar özünə yük eləmsən, dərd eləmsən? Niyə görə fikri başqa faydalı şeyə məşğul eləyə bilmirsən? Planını qur, işini gör, dəqiq gör, amma dərdini çəkmə. Dərd çəkmədən də plan qurmaq olur, bəli elə olmalıdır da. Plan qur, çalış, lap belə bir ilin planını çək, amma dərdini çəkmə. Planını çək, dərdini çəkmə. Onun sahibi var və o ruzunu yetirəcək. Sözüm bu qədərdir. Bizim qonaqlarımız vardı bugün. Türkiyədən təşrif gətiriblər. Onlarla görüşmüşük də bir neçə tədbirlərdə iştirak ediblər, görüşlərdə olublar. Mən fürsətdən istifadə edib sizin huzurunuzda da onları salamlayıram. Cafər Dərin rəhbəridir, Hasan Babur Hoca tanınmış bir insandır. Azərbaycana böyük bir xidməti olmuş bir insandır. Avropada Azərbaycan diasporası ilə də sıx əlaqədə olan bir insandır. Hal-hazırda həm Türkiyədə, həm Avropada çox ciddi bir fəaliyyətlə məşğul olur. Hüseyin Abidə qardaşımız da onu müşahidə edir. Biz həmişə Türkiyəyə gedəndə bəzilərlə görüşürük. Şeyx Səlahiddin tərəfdən gəliblər, onun da salamlarını sizə gətiriblər. Biz də sizin adınızdan Şeyx Səlahiddinə də salam göndəririk və qonaqlarımızı da salamlayırıq. Allah onları müvəffəq eləsin. Xüsusən Qarabağ məsələsində də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında çox böyük xidmətlər oldu. Əhl-i Beyt məktəbinin tanıdılmasında, bu dəyərlərimizin, Azərbaycan və dəyərlərinin və dini, mənəvi dəyərlərimizin təbliğində həm Türkiyədə, həm dünyanın digər yerlərində böyük bir xidmətləri var. Bir daha deyirəm, fürsətdən istifadə edib hamısına, bütün bu zəhmətlərinə görə təşəkkür edirəm və bu gün də gedəcəklər, eşitdiyimə görə gecə deyəsən getməlidirlər. Sağ-salamat getsinlər və bizdən də salam aparsınlar. Allah sizi hifz eləsin. Bir daha xoş gəlmisiniz. Allah razı olsun. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əzzil, əcəllil əkrəm və bil-Hüseyni ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naümid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Şəri olan hacətlərimizi rəva elə. İlahi, aqibətimizi xətmi bi xeyr elə. Gələn günlərimizi keçən günlərimizdən xeyir elə. Bizdən dua istəyənlərin hamısının hacətlərini rəva elə. Xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Dünya və axirət bizi Peyğəmbər Əhl-i Beytindən ayrı salma. Torpaqlarımızın azadlıq uğrunda canını fəda eləmiş əziz şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Şəhidlərimizin ruhun bizə duaçı qərar ver. Biz onların şəfaətindən binəsib eləmə. Hələ də yaralı qazilərimiz, əskərlərimiz var. Sən and verirəm Peyğəmbər Əhl-i Beyt hörmətinə. Bütün yaralı qazi əskərlərimizin hamısına şifaya acil mərhəmət elə. Ölənlərimizə rəhmət, qalanlarımıza haqqa hidayət elə. Bu xalqın, bu millətin düşmənlərini hidayət olmazlarsa zəlil elə. Bu xalqı, bu milləti düşmənlərin, gizli və aşkar düşmənlərin şərrindən hifz elə. Onların şərrlərini öz başlarına qaytar. Biz öz şəri ictimai vəzifələrimizlə tanış elə. Ailəmizdən, nəslimizdən haqq düşməni, İmam Hüseyn düşməni qərar vermə. Bu milləti Əhl-i Beyt yolundan, Peyğəmbər yolundan, haqq yolundan ayrı salma. İmam Zaman ağanın mübarək olan qəlbin bizdən razı elə. Ağamızın zuhurunu tez elə. Haqqı Muhammedin və alih və bi haqqı surətil mübarəkətil Fatihəti məs-salavat.